الشيطان الرجيم بسم الله الرحمن الرحيم الحمد لله رب العالمين والصلاة والسلام على سيدنا محمد وآله الطاهرين ولعنة الله على أعدائهم أجمعين من الآن إلى قيام يوم الدين رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقهوا قولي. Bir daha xanım Zəhra salamullah aleyhanın şəhadəti münasibətilə hamınıza dərin hüzünlə başsağlığı verirəm. Allah bizi xanıma layiq olan əzadarlardan qərar versin inşallah. Zeyd ibn Ərqəm deyir, Qama Rasulullah sallallahu aleyhi və alihi və səlləm yevmən fina xatibən bimâin yudda'a xummən beynə Məkkə və Mədinə. Peyğəmbər bir gün Qədir Xumda bizə bir xütbə oxudu. Qədir Xum Məkkə ilə Mədinə arasında yerləşir. Fəhmidallaha və əsnə aleyhi və va'aza və zəkkər. Allaha təriflər dedi, Allahın şəninə mədhlər səsləndirdi. Sümmə qalə əmmə ba'd əyyuhən nas, ələ əyyuhən nas, fə innəmə ənə bəşərun yuşiku ən yəti rasulə Rabbi fə ucib. Dedi, mən də bir bəşərəm, mümkündür tezliklə dünyamı dəyişim. Və ənə tərikum fikum səqələyn. Mən sizin aranızda iki ağır əmanət qoyuram. İnna sənunqi aleykə qavlən səqilə. Allah Quranda buyurur, mən sənə ağır söz vəhiy eləyirəm. Allah buyurur. Quran Allahın kəlamı ağır sözdür. Məna baxımından, məzmun baxımından həm dərin, həm də ağırdır. İki ağır əmanət, biri Qurandır. İkincisi də Əhl-i Beytdir. Zeyd ibn Ərqəm deyir, Peyğəmbər xütbənin davamında belə buyurdu. Əvvəluhumə kitabullah fihil huda və nur. Birincisi Allahın kitabıdır. O hidayət və nur mənbəyidir. Fəxudu bi kitabillah və stəmsiku bih. Allahın kitabından yapışın. Bu hədisi Müslüm öz səhih bildiyi kitabında nəql eləyir. Digərləri də nəql eləyir. Mənbələri sonunda mən xətt oxuyacağam. Fəhəssə alə kitabillahi və rəğəbə fi. Peyğəmbərimiz Allahın kitabı barəsində danışdı. İnsanlara Qur'anı təşviq etdi. Sonra buyurdu və əhlu beyti. İkinci əmanət isə əhli beytimdir. Birinci Qur'andır, ikincisi əhli beytimdir. Sonra buyurur uzəkkirukumullaha fi əhli beyti. Uzəkkirukumullaha fi əhli beyti. Uzəkkirukumullaha fi əhli beyti. 3 dəfə Peyğəmbər bu sözü təkrarladı. Əhli beytim barəsində sizə Allahı xatırladır. Əhl-i Beytin barəsində sizə Allahı xatırladıram. Əhl-i Beytin barəsində sizə Allahı xatırladıram. Bu hədis Səhih Müslümdə 4-cü cildində gəlib, Sünən Darimidə, Müsnəd İbn Əhməddə, Sünəl Kubrada və digər əhl-i sünnənin mötəbər hədis və təfsir mənbələrində gəlmişdir. Niyə bu hədisi oxuyuram? Bizim iddialarımızın, yolumuzun, əqidəmizin əsasları Quranda və hədis mənbələrindədir. Biz özümüzdən nəyisə uydurmamalıyıq. Biz deyəndə ki, xanım Zəhra salamullah aleyha, Əhl-i Beyt əleyhimussalam Allahın yer üzündə höccətləridir, gərək bunları əsaslandıra da bilək. Gərək biz əsaslarla tanış olaq. Əhl-i Beytdən başqa heç bir şəxsin barəsində belə hədislər və ayələr yoxdur. Sual yaranır.
Peyğəmbərimiz Əhl-i Beyt deyəndə kimi nəzərdə tuturdu? Çünki Quran dedi, sonra dedi Əhl-i Beyt. İki ağır əmanət qoyuram. Biri Qurandır, bir də Əhl-i Beyt. Əhl-i Beyti Quranla yanaşı qoyub. İlk hər bir insan üçün yaranacaq sual bundan ibarətdir ki, Əhl-i Beyt deyiləndə kimlər nəzərdə tutulur? Bunun cavabını da Peyğəmbərimiz verməlidir. Çünki Peyğəmbərimiz deyir, Qur'anı və Əhl-i Beyti qoyub gedirəm. Əhl-i Beyt kimdir? Peyğəmbərin missiyası da bundan ibarətdir. Yuallimuhumul kitabu vel hikmə. Peyğəmbər insanlara kitab və hikməti öyrətmək üçün gəlib. وَالَّذِي بَعْثَ فِي الْأُمِّيِّينَ رَسُولًا مِّنْهُمْ يَتْلُو عَلَيْهِمْ آيَاتِهِ وَيُزَكِّيهِمْ وَيُعَلِّمُهُمُ الْكِتَابَ وَالْحِكْمَةَ. Peyğəmbərin vəzifəsi insanlara Qur'anı öyrətməkdir. Onun hikmətini açıqlamaqdır. Peyğəmbərimiz deyir, iki ağır əmanət qoyub gedirəm. Biri Qur'andır, barəsində danışdı. Qiyamətə qədər də danışılacaq. İkincisi Əhl-i Beytdir. Əhl-i Beyt kimdir? Peyğəmbərin zövcələridir, sahabələrin həyat yoldaşlarıdır, yoxsa digərləridir. Mən istəmirəm öz nəzərimi deyim, kiminsə fikrinə istinad eləyim. Mən Peyğəmbərin sözünü deyəcəm və müsəlman dünyasının mötəbər bildiyi hədis mənbələrini isə dəlil göstərəcəm. Səhih Müslimdə Ayşə xanım deyir. Hadis Ayşə xanımdandır. Səhih Müslim nəql eləyir. Deyir, Xaracən Nəbi sallallahu aleyhi və alihi və səlləm Qadətən və aleyhi mirtun murahhal min şa'ri əsvad. Min şa'ri əsvad. Peyğəmbər sübh vaxtı otağından çıxdı. Üstündə qara rəngli bir əba var idi. Əbanın rəngi qara idi. Bunu kimdir? Bunu xanım Ayşə deyir. Fəcəəl Həsənu vəl-Hüseynu fəədxələhuma. İmam Həsən və İmam Hüseyn gəldi, onları əbanın altına saldı. Diqqətlə qulaq asın. Çox eşidibsiz bu hədisi. İstəyirəm, xütbəmin, çıxışımın əvvəlində xanım Zəhranın barəsində olan, Əhl-i Beyt barəsində olan mötəbər ayə və hədislərə istinad edin. Mötəbər hədislərə və hikmətli ayələrə. Özdə müsəlmanların mötəbər kitablarından, həm şiələrin, həm də əhl-i sünnənin. Bu hədis bütün müsəlmanların mötəbər hədis mənbələrində gəlmişdir. İmam Həsən, İmam Hüseyn ağanı əbanın altına aldı Peyğəmbər. Sümmə cəət Fatimə fəədxələhə mə'hu. Xanım Zəhranı da əbanın altına daxil etdi. Sümmə cəə Aliyyun fəədxələhu mə'hu. Sonra Həzrət Əli gəldi, onu da əbanın altına aldı. Sümmə qalə, sonra Peyğəmbər buyurdu. İnnəmə yuridullahu liyudhibə ankumur rissə əhləl beyt və yutahhirəkum tathira. Sonra bu ayəni oxudu. Allah istəyir, siz Əhl-i Beytdən natəmizliyi apara və sizi pak eyləyə. Bu hədisin davamı vardır. Bu hədislə bitmir. Bu hədisin davamı var. Bu hədis müxtəlif yerlərdə deyilib. Peyğəmbər bir neçə yerdə bu məsələyə toxunub. Bunu Müsələmə nəql eləyir. Bunu Ayşə xanım nəql eləyir, digərləri nəql eləyir. Hədisin davamı var. Ayşə deyir ki, mən də ora daxil ola bilərəm ya yox. Hədisin bu hissəsi yoxdur Səhih Müslimdə. Deyir, yox. Müsələmədə də var bu. Bu hədis qeyd etdiyim kimi Müslimdə və digər əhl-i sünnənin mötəbər mənbələrində keçir. Sual nə idi? Sual bu idi ki, Əhl-i Beyt deyiləndə kimlər nəzərdə tutulur? Peyğəmbərimiz bu sualın cavabını verdi.
Əhl-i Beyt deyiləndə Peyğəmbərlə yanaşı bu 4 nəfər nəzərdə tutulur. Qardaşım, Peyğəmbərimiz Ayşə xanıma ya digər zövcələrə nəyi başa salmaq istəyirdi? Məgər onlar bilmirdilər ki, İmam Həsən, İmam Hüseyn əleyhissalam Peyğəmbərin nəvələridir? Onlar bilmirdilər xanım Zəhra salamullah aleyha Peyğəmbərin qızıdır? Ya yox, bilmirdilər Həzrəti Əli onun əmsi oğludur, kürəkənidir? Bilmirdilər bunu. Bunu başa salmaq istəyirdi. Yox, hamı bilirdi Peyğəmbər kimdir, hamı bilirdi Peyğəmbərin xanım Zəhraya olan münasibəti nədən ibarətdir. Ayşə xanım özü nəql eləyir. Peyğəmbərin xanım Zəhraya olan dərin məhəbbətinin hətta dərəcəsinə qədər bunlar yaxşı bilirdilər, özləri hədis nəql eləyiblər. 6 ay Peyğəmbərimiz bu ayəni Əli əleyhissalamın evində, qapısında oxuyur. 6 ay dalbadal. Bütün Əhl-i-Sünnə mənbələrində bu keçir. Sizin fikrinizcə balaca bir şəhər olan Mədinədə Allahın Rəsulu səhər dura, hər gün gəlib bu ayəni Həzrət Əlinin, xanım Zəhranın qapısında oxusa, ola bilərmi ki, kimsə bundan xəbərsiz ola? Sıravi adam olsa, hər hansı bir işin dalıyca bir müddət geçsə, ola bilsin, böyük şəhərdə diqqət cəlb etməyə. Amma Allahın Rəsulu sübh namazından sonra, səhər vaxtı 6 ay davamlı şəkildə Əhl-i Beytin evinə gəlib, qapısına gəlib, bu ayəni oxuyursa, mümkün deyil kimsə bundan xəbərsiz ola. Peyğəmbər hüccəti tamamlayırdı. Peyğəmbər hər şeyi bilirdi. Həzrət Əliyə dedi, bəli, məzlum olacaqsınız. Mən xütbənin sonunda deyəcəm. Peyğəmbərimiz hüccəti tamamlayırdı. Bəşəriyyətə. Bu, Əhl-i Beytin kimlərdən ibarət olduğunu göstərən açıq, aşkar bir hədisdir. Suala Peyğəmbərimiz cavab verməlidir. Bəzən belə bir yanlışlıqla biz üzləşirik. Görürsən ki, gəlib bəziləri Qur'ana təfsir verir, məna verir. Qur'anı güya şərh eləyir. Amma bunun şərhi, bunun təfsiri Əhl-i Beytin təfsiri ilə ziddir. Peyğəmbərimizin izahı ilə ziddir. Deyirsən, qardaşım, sən deyirsən belə, o birisi ayrı cür deyir. Bunları qoy qırağa. Allahın Rəsulu nə deyir? وَاَنْزَلْنَا اِلَيْكَ الذِّكْرَ لِتُبَيِّنَ لِلنَّاسِ مَا نُزِّلَ اِلَيْهِمْ Qur'anı Peyğəmbər izah etməlidir. Qur'anın müəllimi Peyğəmbərdir. Müəllimi qoyublar qırağa, hərə öz nəzərin deyir. Qoy nəzərləri qırağa. Allahın Rəsulu nə deyir? Allahın Rəsulu deyir ki, Əhl-i Beyt bu 5 nəfərdən ibarətdir. Kimsə özündən Qur'ana şərhlər verirsə, Peyğəmbərin şərhi ilə təzad təşkil edirsə, buna deyirlər nəs müqabilində cihad. Qur'an, hədis müqabilində insanın öz şəxsi nəzərini üstün tutması. Bu da küfürdür. Dərinə getsən küfürdür. Nə baş verdi? Peyğəmbərimiz can üstündə olanda Buxari 6-7 yerdə bunu nəql eləyir. Ən mötəbər hədis mənbələridir. Deyir ki, Ləmmə ştəddə İbn Abbas deyir, Ləmmə ştəddə bin nəbi vəcəuh. Peyğəmbər can üstündədir. Xəstəliyi şiddətlənəndə Qalə utuni bi kitabin əktub ləkum kitabən la təzillu ba'dah. Diqqətlə qulaq asın. Peyğəmbərimiz deyir, bir qələm kağız gətirin, sizə elə bir şey yazım ki, ondan sonra azmayasınız. Ondan sonra azmayasınız. Biz gündə namazda nə deyirik?
Fatihə surəsində nə oxuyuruq? Qayril məğdubi aleyhim və raddallin. Allah bizi düz yola hidayət elə. Ehdinə sıratal müstəqim. Bizi düz yola hidayət elə. Sıratəl-ləzīnə ən'amtə aleyhim. Nemət verdin kəslərin yoluna. Azğınların, qəzəb olunmuşların yolundan bizi uzaq elə. Bizi qoru günə. Həyatda hər bir müsəlmanın üçün vacibdir ki, bu duanı etsin. Vacibdir. Digər dualar vacib deyil, amma bu dua vacib duadır. Hər bir bəndə Allahdan istəməlidir. Orada nə istəyir Allahdan? Allah bizi azğınlardan etmə. Bizi zalimlərdən etmə. Peyğəmbər nə deyir? Deyir, sizə elə bir şey yazaram ki, əgər siz ondan yapışsanız, azmazsınız. Bu nə qədər önəmli, əhəmiyyətli bir məsələdir. Qalə Ömər ənnən-nəbiyyə qələbəhul vəcəh. Ömər dedi, Peyğəmbərin xəstəliyi şiddətlənib. Və indənə kitabullahi həsbuna. Allahın kitabı bizim yanımızdadır. O bizə kifayətdir. Sual verirəm sizə. Peyğəmbər hələ heç nə deməyib. Peyğəmbər deyir, qələm, kağız gətirin, elə bir şey yazım ki sizə. Ondan sonra azmayasınız. Niyə bu şəxs cavab verir və deyir, Allahın kitabı bizə kifayətdir? Hardan bildi ki, Peyğəmbər nəyə deyəcək? Mən xutbənin əvvəlində qeyd etdim. Peyğəmbər hər yerdə bunu demişdi. Dəfələrlə də demişdi. 6 ay Əhl-i Beytin qapısında bu ayını oxumuşdu. O bilirdi Əhl-i Beyt kimdir. O bilirdi ki, Peyğəmbər deyəcək Quran və Əhl-i Beyt. Peyğəmbər heç nə deməmiş. Bu nə deyir? Allahın kitabı bizə kifayətdir. Bu onu göstərir ki, Peyğəmbər Quran və Əhl-i Beyti deyəcəkdi. O da qabaqladı. Dedi, bizə Əhl-i Beyt lazım deyil. Quran bizə kifayətdir. İkincisi, bilirsiniz ki, Peyğəmbərin yoldaşlarından biri Əbu Bəkirin qızıdır, digəri də kimin qızıdır? Ömərin qızıdır. Əgər Əhl-i Beytdən məqsəd həyat yoldaşları olsaydı, Ömər niyə etiraz eləsin ki? Elə onun qızını tapşırır da. Deyir ki, mən dünyanı dəyişirəm, siz Ayşə xanımdan mühafizə eləyin, Ayşə xanımı qoruyun, Həfsəni qoruyun, digərlərini qoruyun. O niyə narahat olmalıydı ki? Bu etiraz göstərir ki, Əhl-i Beyt deyiləndə burada İmam Həsən, İmam Hüseyin, Xanım Zəhra, Həzrət Əli nəzərdə tutulur. Üçüncü məsələ budur ki, əgər Peyğəmbər nəuzubillah sayaqlayırdısa, ciddi deyildisə, ciddi olmayan adam ciddi cavab verər, mövqe tutar. Deməli nədir? O da başa düşürdü ki, Peyğəmbər ciddidir və ciddi bir məsələni qeyd etmək istəyir. Baxın, davamında nə baş verir? فَاخْتَلَفُوا وَكَثُرَ اللَّغَطْ قَالَ قُومُ عَنِّي. İxtilaf düşdü. İnsanlar, sahabələr dəstəyə bölündülər. Səsküy qalxdı. Peyğəmbər dedi, قُومُ عَنِّي. Durun, gedin yanımdan. وَلَا يَنْبَغْ عِنْدِي رَسُولِ اللّٰهِ وَلَا يَنْبَغِ عِنْدِي التَّنَازُ. Mənim yanımda niza etmək, ixtilaf etmək olmaz. Sonra İbn Abbas dedi, فَخَرَجَ İbn Abbas يَقُولُ. Həmişə İbn Abbas deyərdi, اِنَّ الرَّزِيَّةَ كُلَّ الرَّزِيَّةِ. Bütün deyir ixtilaf, bütün müsibət, İbn Abbas deyir ki, bütün müsibət bu gündən başladı. O gün ki, bu şəxs qalxdı, dedi ki, bizə Allahın kitabı kifayətdir. İnnər raziyyətə kullər raziyyə ma halə beynə Rasulillah və beynə kitabı. O gün başladı ki, Allahın Rəsuluna mani oldular. O vacib olan məsələni bir daha yazdırsın. Peyğəmbər yazdıracaqdı.
yazdırmışdı da. Niyə bu məsələ bu cür nəticələndi? Çünki Peyğəmbər istəyirdi, onlar bunu qəbul etsinlər, əhd etsinlər, beyət etsinlər, tabi olsunlar, söz versinlər, beyət etsinlər. Onlar da etmək istəmirdilər. Ona görə də qarşılıq saldılar, Peyğəmbər onları evindən qovdu. İmamət, vilayət evindən qovdu. Mən sizə 2 ayəni oxuyuram. Baxın, bu ayələrə əsasən. Biri Əhzab surəsinin 36-cı ayəsidir. Allah Teala buyurur: وَمَا كَانَ لِمُؤْمِنٍ وَلَا مُؤْمِنَةٍ إِذَا قَضَى اللَّهُ وَرَسُولُهُ أَمْرًا أَنْ يَكُونَ لَهُمُ الْخِيَرَةُ مِنْ أَمْرِهِمْ. Diqqətlə qulaq asın bu ayəyə. Ayədə Allah Teala buyurur: heç bir möminənin haqqı yoxdur ki, Allah və Rasulü əmr etdikdə onlar əmrindən çıxsınlar. Bu ayə bu şəxsi bir məsələdə nazil olub. Zeydlə Zeynəbin məsələsində nazil olub. Və mə kənə li mu'minin və la mu'minətin izə qadallahu və rasuluhu əmrən ən yəkunə ləhumul xiyaratu min əmrihim. Hər kəs Allah və Rasulunun əmrindən çıxsa, o azmışdır. Heç bir möminənin haqqı yoxdur ki, Allah və Rasulü əmr etdikdə onlar əmrin pozsullar. Sonra buyurur: və mən ya'sillah və rasulahu fəqad zallə zalalən mubinən. Hər kəs Allah və Rasulunun əmrindən çıxsa, o açıq-aşkar azmışdır. Mübahisəyə ehtiyac yoxdur. Hələ bu şəxsi bir məsələdir. İctimai məsələ deyildi, ümumi məsələ deyildi. İkinci ayə Nisa surəsinin 65-ci ayəsidir. فَلَا وَرَبِّكَ لَا يُؤْمِنُونَ حَتَّى يُحَكِّمُوكَ فِي مَا شَجَرَ بَيْنَهُمْ ثُمَّ لَا يَجِدُ فِي أَنفُسِهِمْ حَرَجًا مِمَّا قَضَيْتَ وَيُسَلِّمُوا تَسْلِيمًا. Mənası budur ki, sənin Rəbbivə and olsun Peyğəmbərim. Hər kəs sən hökm etdikdə, hər hansı bir ixtilaflı məsələdə, qəlbən hökmüvə görə narahat olsa, o mömin deyildir. Fələ və Rabbikə lə yu'minun. And olsun Allah ki, o iman gətirməyib. Kim? Sən hökm etdikdə etiraz eləmir, qəlbən narahatdır, razı deyil. O deyil, iman gətirməyib. Fələ və Rabbikə lə yu'minun həttə yuhakkimukə fīmə şəcərə beynəhum. Thumma la yacidu fi anfusihim haracan mimma qadayta. Sən hökm etdikdə o gərək qəlbən narahat olmasın. Və yusallimu təslima. Təslim olsun. Kim qəlbən hətta narahat olsa, zahirən heç bir etiraz eləmir. O müsəlman deyil, o mömin deyildir. Deməli, biz elə bir xanımın, elə bir ailənin böyünmədisinə yığışmışıq ki, Allahın Rəsulu deyir ki, siz yalnız və yalnız Qur'an və Əhl-i Beytdən yapışmaqla xilas olacaqsınız. Və Qur'an Əhl-i Beytin yolu ilə getməklə düz yolu seçə bilərsiniz. Digər yollar zəlalət və azğınlıq yollarıdır. Bu xütbəmin birinci hissəsi idi. Xanım Zəhra salamullah aleyhanın o uca məqamının barəsində danışdığım qısa bir söhbətdir. Minlərlə, milyonlarla dəlillərin biri idi. Əhl-i Beytin barəsində saatlarla, günlərlə, illərlə danışmaq olar. Bir hədisi də deyirəm, söhbətimə yekun vururam. Müstədrəküs səhiheyndə Hakim Neşaburi deyir, Peyğəmbər buyurdu: Həsbukə min nisa'l aləmin arba. Dünya xanımlarının içində 4'ü daha üstündür. Sizə bunlar kifayətdir. Məryəm, Asiya və Xədicə və Fatıma. Bunları bilirsiniz. 4 qadın üstün qadındır. Zəxairul Uqbada və Siyar-ı Aləmun Nubəlada Əhl-i alimlər nəql edib bu hədisi. Əfdalun nisa əhlil cənnət. Cənnət xanımlarının içində ən üstünü Məryəmdir, Asiyadır, Xədicədir və Fatıma. Salamullah aleyha. Yəni bu 4 qadın həm dünyada, həm axirətdə ən fəzilətli qadınlardır. Buxaridə nəql edir. Baxın nə deyir Buxari. Qala Rasulullah Fatımətu seyyidətin nisa əhlil cənnə.
Xanım Zəhra cənnət xanımlarının xanımıdır. 4 qadın üstün idi. Xanım Zəhra ən fəzilətlisidir. Bəziləri bunlardan, bu dırnaqarası müsəlmanlardan çalışır, deyir ki, Xanım Zəhra cənnətdə fəzilətlidir, dünyada yox. Cənnəti harada qazanırsan? Cənnəti dünyada qazanırsan. Əgər dünyada cənnəti qazanmayıbsansa, cənnət yoxdur ki. İkincisi də bu hədisdə deyilir, 4'ü də elə orada üstündülər. Digər hədislər vardır, göstərir dünyada və axirətdə bu qadınlar ən üstündür. Xanım Zəhra salamullah aleyha isə daha üstündür. Bilirsiniz ki, Həzrəti Məryəmə vəhy olurdu, ilham olurdu. Məryəmə mələk nazil olub deyirdi ki, Allah sənə övlad verir. Quran ayələri var bu barədə. Kulləmə dəxələ aleyhə Zəkəriyyəl mihrabə vəcədə indəhə rizqə qalə ya Məryəmu ənə ləki həzə. Həzrəti Zəkəriyyə fəkəffələhə Zəkəriyyə. Zəkəriyyə ona sərpərəstlik eləyirdi, qəyyumluq eləyirdi Həzrəti Məryəmə. Kulləmə dəxələ aleyhə Zəkəriyyəl mihrabə vəcədə indəhə rizqə. Nə vaxt gəlir, görürdü ki, Həzrəti Məryəmin süfrəsində cənnət ruziləri vardır. Cənnətdən gələn qidalar vardır. Qalə ya Məryəm, ənə ləki hədə. Qalə, o min indillah. Deyirdi, bu Allah tərəfindən göndərilir. İnnəllah yərzuqu mən yəşə bi qeyri hesab. Allah istədiyi bəndəyə bunu verir. Əgər xanım Zəhra salamullah aleyha hədislərə əsasən xanım Məryəmdən üstündür, ya ondan bərabərdirsə, əlbəttə ona mələk nazil olur, ona ilham olur. Həzrəti Musanın anası hələ burada deyil, bu 4 qadınlar içində deyil. Ona mələk nazil olurdu, ona ilham olurdu bu barədə. Geniş danışmağa ehtiyac var. Mələk nazil oldu, və la təxafi və la təhsəni, innə raddu iləyki və cəailuhu minəl mursəlin. Sən qorxma ki, gördün təhlükə yaxınlaşdı, Firon istəyirdi Həzrəti Musanı qətlə yetirə. Musanı öldürmək üçün nə qədər uşaq öldürmüşdü. Dedi, gördün təhlükə yaxınlaşır, uşağı qoy sandığa, at Nil çayına. Və la təxafi və la təhsəni. Qorxma, kədərlənmə. İnnə raddu iləyki və cəailuhu minəl mursəlin. Biz sənə onu qaytarırıq. Onu Allahın rəsullarından edərik. Həzrəti Musanın anasına mələk nazil olur, ilham olur. Hələ o bu 4 qadınların içində deyil. Xanım Zəhra xanımlar içində ən fəzilətlisidir. Əlbəttə buna mələk nazil olurdu, Cəbrail nazil olurdu. Özdə hədislərdə keçir ki, Məryəmdən sonra, yəni təkcə Məryəmin bir dəfə mələk Cəbrail nazil olub, xanım Zəhraya isə davamlı surətdə Cəbrail mələk nazil olurdu. Alimlərdən biri deyir ki, necə Peyğəmbərimiz əfzəlul ənbiyadır və mürsəlindir, Peyğəmbərlərin şahıdır, xanım Zəhra da xanımların şahıdır. Quran da bütün kitabların sultanıdır. Ramazan da bütün ayların sultanıdır və bütün aylardan üstündür. Salavat çəkilin Peyğəmbər və Ali Peyğəmbər. Allahümmə salli alə Muhammed və Ali Muhammed. Həyatda hər bir insan üçün daha əhəmiyyətli məsələlər vardır. Əhəmiyyətli və daha əhəmiyyətli məsələlər. Dünya əhli üçün əhəmiyyətli və daha əhəmiyyətli məsələlər, din, axirət əhli üçün əhəmiyyətli, daha əhəmiyyətli olan məsələlərdən fərqlənir. Hər bir insan özünü bunda qiymətləndirə bilər. Onun üçün daha əhəmiyyətli nədir? Daha önəmli nədir? Həyatda müsibətlər baş verir. Hər bir insanın həyatda bir müsibəti var. İstisnasız. Müsibət sərvətdə ola bilər. Müsibət yəni problem. O
məsələ ki, problem ki, səni sıxır, sənin üçün maneə yaradır. İndi böyük var, kiçik var. Bu sərvət məsələsində ola bilər, sağlamlıqda ola bilər, bu övladda ola bilər, bu dində də ola bilər. İndi biz müsibət deyəndə adətən təkcə insan üçün baş verən o xüsusi mənada müsibətlər nəzərdə tutulur. Biri əzizini itirirsə, deyirlər buna müsibət baş verir. Əslində, müsibət sözü baş vermək, toxunmaq mənasındadır. Yəni, sənə bir zərbə dəyib. İndi ya maliyyə tərəfindən, ya din tərəfindən, ya digər tərəfdən sənə bir zərbə dəyib. İmamlardan, Əhl-i Beytdən soruşurdular, onlar dua edirdilər, deyirlər, Allah bizim müsibətimizi dinimizdə qərar vermək. Xanım Zəhranın dualarından biri budur. Allahumma la tec'al musibəti fi dini. Allahım, dinimdə mənə müsibət qərar vermək. Və la tec'alid dunya əkbərə həmmi və məbləğə ilmi. Allahım, dünyanı mənim üçün önəmli qərar vermə. Dünya mənim üçün önəmli olmasın. Və məbləğə ilmi. Elmimin, bilgimin dərəcəsi dünya olmasın. Axı insan nəyi yaxşı bilirsə, nəyi dəyərləndirirsə, ona can atır da, onun ardınca gedir. Əgər biri üçün dünya daha yaxşıdırsa, daha gözəl və yaxşı cilvələnirsə, ona sarı gedəcək. Məbləği elmi, yəni bilgimin dərəcəsi dünya olmasın. Ondan böyük mənə bilgilər ver. Ya'lamuna zahirən minəl həyatid dünya və hum anil axirəti hum qafilun. Bəzilərinin elmi elə bu zahirlə ibarətdir. Sizə bir misal çəkim. Baxın, görürsünüz, bugün rəssamlar var, onların rəsm əsərlərini qiymətləndirirlər. Hər hansı bir, məsələn, gözəl mənzərəni rəsmə çəkib. Görürsən, bir meşənin bir güşəsini, hansısa bir su hövzəsini, bir dəryanı, bir dənizi rəsmə çəkib, həqiqətən də adamı valeh eləyir, özünə cəlb eləyir. Bu istedadın göstəricisidir. Bu, həqiqətən də qiymətləndirilməlidir. İndi dünyada rəssamlar ittifaqı var, ölkələrdə var, onların üzvləri var, rəsm əsərləri çəkirlər, əla. Bir rəssam götürüb bir gözəl, məsələn, mənzərəni, bir meşənin bir güşəsini rəsmə çəkirsə, onu biz qiymətləndiririk. O, orijinalı yaradan, o, əsl mənzərəni yaradanı niyə qiymətləndirmirik? Onlar ki, dünyada o rəsm əsərini görürlər, o rəssamı qiymətləndirirlər. Niyə bəs o orijinalı yaradanı qiymətləndirmək istəmirlər? O mənzərəni rəsmə çəkib. İndi nə qədər onu təsvir edə bilibsə, o da özü bir məsələdir. O ayrı bir mövzudur. Buna deyirlər məbləği elmi. Bunların elmi elə bu zahirdir. Bunlar zahiri qiymətləndirə bilirlər. Dərinə getsələr, Allahı taparlar, ona görə dayanırlar. Mən dəfələrlə qeyd etmişəm, yəni Yaponiyada o bütpərəstlər anlamır ki, büt nədir, böyləri, ya Hindistanda olsun, ya Kitayda olsun. Onlar anlamırlar ki, bu daşdır, bu kəsəkdir, bu taxtadır. Niyə bu insanları bu bütlərdən ayırmırlar? Çünki insanları bütlərdən ayırsalar, insanlara oyatsalar, Allahı axtaracaqlar. Qoy onlar məşğul olsunlar. Qoy elə bilsinlər Allah o daşlardır, kəsəklərdir. Hindistanda heyvan qalmayıb, həşərat qalmayıb, bunlar isahiş etməsinlər. İnsanlar belə aldadırlar. İnsan oyansa, dərinə getsə, Allahı tapar. Xanım Zəhra deyir, Allahım bizim müsibətimizi dinimizdə qərar vermə yenə.
Dində müsibət deyiləndə nə nəzərdə tutulur? Dində müsibət deyiləndə, yəni dini verəsən, dünyavı qoruyasan. Vicdanını verəsən, vəzifə qazanasan. Qur'anı satasan, əmniyyətli əldə edəsən. Əbu Zər sona qədər haqqı dedi. Peyğəmbər dedi, təişu vahdəmə, təmutu vahdəmə, tubahtu vahdəmə. Tək yaşayacaqsın. Tək öləcəksən. Tək də dünyadan. Tək dünyadan gedəcəksən, tək də qəbirdən qalxacaqsın. Əbu Zəri Mədinədən sürgün edirdilər və qadağan etmişdilər. Heç kim də onu yola salmamalıdır. Tək çıxmalı getməlidir. Həzrət Əli, İmam Hüseyin ağa, İmam Həsən ağa onu yola salırdı. Bir neçə nəfər də var idi. Mane olmaq istədilər, mane ola bilmədilər. Baxın, İmam Əli əleyhissalam nə deyir Nəhcül Bəlağədə? İmam Hüseyin ağanın da orada Əbu Zər Qəffariyə bir sözü vardır. İmam Əli əleyhissalam buyurur, Nəhcül Bəlağın 130-cu xütbəsidir. Fəlav qəbiltə dünyahum ləhəbbuk. Əgər sən onların verdiyi dünyanı qəbul etsəydin, səni sevərdilər. Sənə pul göndərdilər, qızıl sikkələr göndərdilər. Dadlarını çəkmirəm, bir neçə dəfə demişəm mənbərdə. Əbu Zər sakit qal da sən. Sən etiraz eləmə. Dedi, yox, mən haqqı deyəcəm. O Əbu Zərin o pak nəfəsinin nəticəsidir Livanda elə cəsarətli oğullar, iffətli, ismətli qadınlar idi. Onun o pak nəfəsinin nəticəsidir. Sürgün etdilər o ərazilərə. Deyir, əgər sən onların dünyasını qəbul etsəydin, ləhəbbuk və ləv qaralta minhə ləəmmənuk. Əgər sən dinivi onlara borc versəydi, onlar sənə əmniyyət verərdilər. Sən öz dinivi onlara borc vermədin. Sən razı olmadın dinindən keçəsən, onlar da sənə əmniyyət vermədilər. Sən təhlükəsizliyi təmin etmədilər. Deyirlər, çıx ki, burada. Eyni sözü İmam Hüseyin ağa da deyir. Və qəd mənə'kəl qavmu dünyahum. Və qəd mənə'kəl qavmu dünyahum və mənə'təhum dinək. Onlar dünyalarından qorxdular, dünyalarını əsirgəmədilər, sən dinini əsirgəmədin. Sonra imam buyurur, ma əğnəkə əmmə mənəuk və ma əhvəcuhum ilə ma mənə'təhum. Onların səndən əsirgədiyinə sənin ehtiyacın yoxdur. Amma sənin onlardan əsirgədiyinə onların ehtiyacı vardır. Onların müsibəti dinində oldu, sənin müsibətin dünyanda oldu. Onlar səni dünyadan məhrum etdilər, sən isə onları dindən məhrum etdin. Sən dini vermədin, onlar da əmniyyət vermədilər. Bu böyük bir məsələdir. İnsan sükut eləyə, dinməyə, haqqı deməyə, ona görə ki, ona əmniyyət versinlər, onunla işi olmasınlar. Sənin demək, müsibətin dinindədir. Əhl-i Beytin bütün mübarizəsi bunda olub ki, onlar öz dinlərini, dəyərlərini qorusunlar, vəzifələrini əməl etsinlər. Bir nəfər İmam Sadiq ağaya dedi, İmam Sadiq ağa birindən soruşdu, dedi, o filan kəs var ha, o hardadır, gözümə dəymir. Bir nəfər haqqından soruşdu. Dedi, ağa, onun işləri biraz yaxşı getmir. Dedi, necə işləri yaxşı getmir? Dedi, imkanı zəifləyib. İmam buyurdu, keyfə dinuh. Dini necədir? Dini yerindədir. Fəqalə kəmə tuhib. Dedi, bəli, sən istədiyi kimi yerindədir. Ağa buyurdu, fəqalə huvə vallahu qəniyyur. Dedi, and olsun Allah, o elə varlıdır. Əgər dinini qoruyubsa, dünyasının əlindən getmiş olsa da belə, o varlıdır, o zəngindir. Bu yanlış başa düşülməsin ki, biz deyirik, dünyanı tərk elə, tərki dünyalıq yox.
Dünya da bizimdir, ahirət də bizimdir. Rabbana atina fid dunya hasenatan və fil ahireti hasena. Dünyanı da ver Allah bizə, ahirəti də. Amma yox, seçimə gələndə ya din, ya dünya, gərək sən dini seçəsən. İmam Əli əleyhissalam buyurur, Peyğəmbərin ömrünün axırları idi. Beynəmə Rasulullah axidun biyədi və nəhnu nəmşi fi ba'dı sukakil Mədinə. Həzrət Peyğəmbər əlimdən tutdu, Mədinə küçələrində belə gəzir. Fəqultu, ya Rasulallah, ma əhsənəhə min hadiqə. Dedim, ya Rasulallah, nə gözəl bağdır. Bir bağdan keçirdik. Qalə, ləkə fil cənnə əhsən minhə. Dedi, cənnətdə sənin üçün daha yaxşısı vardır. Gəldi, hətta mararna bisəb'in hədaiq. 7 bağı belə keçdik. Fələmmə xələləhu tariq ə'tənəqəni thümmə əchəşə bakiyən. Deyir, biraz da gəldi qabağa, Peyğəmbər deyir, məni qucaqladı və möhkəm ağladı. Qalə qultu, ya Rasulallah, mə yubkik. Dedim, Allah Rasulü, niyə ağlayırsan? Nə sən ağladır belə? Qalə dağainu fi suduri əqvamin lə yubdunəhə ləkə illə min ba'di. Dedi, qövmlər görürəm ki, sənə qarşı qəlblərində kin küdurətləri gizlədiblər. Məndən sonra onu açacaqlar. Mən dünyam dəyişən kimi sizə qarşı o kin küdurətlər bunların dillərindən, bunların əməllərindən cari olacaq. Baxın, Həzrət Əli nə deyir? Qalə qultu, ya Rasulallah, fi salamətin min dini. Dedim, ey Allah Rasulü, mən dinimdə olacağam. Mən öz yolumda olacağam. Mən bu xəttə qalacağam. Mən sabit qədəm olacağam. Qalə fi salamətin min dinik. Dedi, bəli, sən salamət min dinik. Müsibət sənin dinində sənə baş verməyəcək. Sən dinində olacaqsın. Həzrət Əlini nə maraqlandırır? Mən dinimdə qalacağım ya yox. Mən yolumda olacağım ya yox. Digər bir hədisdə də İmam Əli əleyhissalam bunu nəql eləyir. Salavat çəkilin Peyğəmbər və Ali Peyğəmbərə. Bu çox önəmli bir məsələdir. Sənin üçün daha önəmli nədir? Sən nədən müsibəti yaşamağa razısan? Başqa bir mən hadisəni nəql edeyim. İmam Sadiq ağa gördü, bir nəfər öz cavan övladını itirib, bərk narahatdır, bərk ağlayır. Görübsünüz də, bəziləri öz əzini itirəndə özünü də itirir. Ağa buna baxdı, bunu dindirdi, gördü ki, bu ancaq narahatdır ki, bunun uşağı ölüb. Narahat deyildir ki, bu özü ilə nə yapardı? Bu dünyada öz vəzifələrini yerinə yetirdi ya yox? Bu mühüm bir məsələdir, ha? Biri dünyasını dəyişir, adam baxışlara baxır da. Bəziləri deyir ki, bu adam yaxşı bu dünyada yaşaya bilmədi, pul qazana bilmədi, filan şey oldu. Dünya məsələlərindən danışırlar. Amma iman əhli üçün önəmli bu olar ki, bu adam namazla getdi ya yox. Bu adamın alnı səcdə gördü ya yox. Bu adam Əhl-i Beytin yolunda idi ya yox. Bu adam Allah və Rasulunun sözünə əməl etdi ya yox. Mömini bu maraqlandırar. Hamımız köçəcəyik. Məsələ budur ki, necə köçəcəyik bu dünyada? Əgər biz şiyələr üçün, müsəlmanlar üçün bu önəmli deyilsə, deməli biz hələ o məqama yetişməmişik. Biz çox geriyə qalmışıq. Hamımız öləcəyik. Necə öləcəyik? Necə dünyadan köçəcəyik? O şəxsiyyətlər ki var, şəhadət arzusunu eləyirlər. Bəziləri üçün başa düşünən deyil bu. Mən, Allah rəhmət eləsin, Hacı Qasım Süleymanının bir doğum gününün ehtiva edən
videoya baxdım bu sosial şəbəkələrdə. Gördüm ailəsində oturub ad günü üçün qeyd edirlər. Uşaqları deyir ki, sən ata bir arzu elə ki. Uşağımı yandırıblar, söndürmək istəyir, bir arzu elə ki. O da deyir ki, arzum budur ki, Allah bu il mənə şəhadəti nəsib eyləsin. Onlar deyirlər, eləməsin, uşaqlar da etiraz eləyirlər. O balaca bir şey deyil. İnsan öz ailəsinin, uşaqların qarşısında durub deyir ki, mən Allahdan şəhadəti istəyirəm. Həqiqətən insan gərək ona çata, arzusu da bu ola. Allah Quranda deyir, قُلْ يَا اَيُّهَا الَّذ۪ينَ هَادُوا اِنْ زَعَمْتُمْ اَنَّكُمْ اَوْلِيَاءُ لِلّٰهِ مِنْ دُونِ اللّٰهِ فَتَمَنَّوُ الْمَوْتِ اِنْ كُنْتُمْ صَادِقِينَ. Ey Yahudilər, əgər siz özünüzü Allahın övliyaları hesab edirsinizsə, onda şəhadəti arzu eləyin, ölümü arzu eləyin, əgər düz danışırsınızsa. Qardaş, sən nətər Allahı çox istəyirsən ki, ölümdən qorxursan? Biz ayrılacaq o. Bu dünyadan köçəcək. O gün ki, bizi qoyacaq xalçanın üstündən uşaqlarımızın qışqırığı, o sədaları altında bizi evdən çıxardacaqlar. O günü biz gərək bugün görək. O günü bugün yaşayaq. O günü bugün hazır olaq. Əhl-i Beyt o günü görür. İmam Əli deyir ki, ya Rasulallah, mən dinimdə dünyamı dəyişəcəm. Ona görə öləndə, zərbə dəyəndə deyir, Fustu var Rabbil Kəbə. And olsun Kəbənin Rəbbinə mən xilas oldum. Yəni, mən hədəfə çatdım. Şeytana, şeytanın dostlarına imkan vermədim ki, dinimdən ayırsınlar. Əl-Əsəm Nəhçülbağı da deyir, şeytan sizin dininizi düyün açır. Bir gün namazı sənin üçün açır. Namazı əhəmiyyətdən salır. Bir gün orucu əhəmiyyətdən salır. Bir gün qeybəti adiləşdirir. Bir gün yalanı adiləşdirir. Yavaş-yavaş. O bilir necə eləyir. İmam Əli kimi şəxsiyyət cümə günü deyir, cəmaatın maaşını verirdi. Bunu İbn Əbülhədid Əhl-Sünnə Alim Səddə kitabında nəql edir Nəhcübənin şərhində. Cümə günü cəmaatın maaşını verəndən sonra otağı süpürürdü. İki rükət şükür namazı qılırdı. Allah sənə şükür olsun ki, xalqın malını olduğu kimi onlara qaytardı. Bu şükür istəyir. Məni şeytan azdıra bilmədi. Əli bizə dərs verir. İmam Əleyhisselam bizə nümunə göstərir. Ona görə də imamlarımız üçün, Əhl-i Beyt üçün mühüm məsələ bu olur ki, mənim müsibətim dinimdə olacaq, yoxsa dünyamda. İmam Sadiq, ağa dedi o şəxsə, sən bu qədər uşağın dünyadan keçməyinə narahatsan, bu cavanına. Bir narahatsan ki, o dinlə getdi bu dünyadan ya yox. Niyə narahat deyilsən buna? Sonra baxın, imam nə deyir? Deyir, sənin bu cür narahatlığın, yəni dünyadan imanlı, imansız olub olmamasını, sənin nəzərində əhəmiyyətinin olmaması bu ölümdən daha təhlükəlidir və daha böyük səhvdir. Sən nətər fikirləşmirsən ki, bu dinlə getdi ya yox. Bəli, uşaq dünyasını dəyişib, bu müsibətdir. Amma sənin üçün daha böyük müsibət olmalı ki, bu dinsiz getdi bu dünyadan. Bu imansız getdi bu dünyadan. Buna fürsət olmadı bu iman əldə eləyə. İndi o cavan uşaq nə qədər imanlı olub, iman olmayıb ayrı məsələdir. Məsələ budur ki, sən niyə narahatsan burada? Birinci məsələ sənin üçün bu olmalıdır ki, bu imansız getdi, bu narahat olmalıdır, narahatlıq olmalıdır. Sonra bəli bir əzizi itirdin. Rəhbərimiz bir gün çıxışlarından biri deyir, çıxışlarından birinə qulaq astım, deyir ki, bir kişi öz cavan oğlunu itirmişdi, bərk ağlayırdı, deyir. Mən də ona yaxınlaşdım, dedim ki, səbirli ol, narahat olma, görsən o kişini, onun 3 oğlunu şəhid verib, onun 3 oğlu ölüb. Deyir, o yaxşı cavab verdi mənə.
Dedi ki, o oğlunu şəhid verib. O narahat olmamalıdır. Mən narahatam ki, oğlumu elə belə verdim getdi. Mən ona görə narahatam. Bəlkə narahatam. Ağa deyir ki, görsən, deyir, bu fahişə bax. Bəli, bu da itirib, o da itirib. Amma o rahatdır. O bilir ki, şəhid vermişəm. Allah yolunda vermişəm. Bu bir çox mühüm və önəmli bir məsələdir. Salvas ikilin Peyğəmbər və Ali Peyğəmbər. İmamlarımızın dualarında, çıxışlarında bu məsələ həmişə gündəmdə olmuşdur. Dinimizdə müsibət olacaq, yoxsa dünyamızda. Müsibət ola bilər malında olsun. Müsibət ola bilər canında olsun. Müsibət ola bilər övladında olsun. Bunlar hamısı müsibətdir. Biz buna narahat olmalıyıq. Amma ən böyük müsibət insanın dinində onun üçün baş verdiyi müsibətdir. Zeyd ibn Suhan İmam Əlidən soruşdu. Baxın İmam Əli nə deyir? Dedi, əyyül məsaibi əşəd. Müsibətlərin ən ağırı hansıdır? İmam buyurdu, əl-musibətü fid-din. Dində olan müsibət ən ağır müsibətdir. Və imamlarımız həmişə bu duanı eləyirdilər. Və la təcəlid-dünya əkbəru həmminə və məbləğ ilminə və la tusəllit aleynə mən ləm yərhəmunə. Allah bizim müsibətimizi dinimizdə qərar verməyinə. Görün, İmam Əli əleyhissalamın çıxışlarında var. İmam Əli əleyhissalam iki seçimdə qaldı. Bir seçim bu idi ki, mübarizəsini aparsın, qalxsın, öz haqqını tələb eyləsin, onda İslamın özü təhlükəyə düşürdü. İmam buyurdu ki, İslamın kökü aradan gedəcəkdi deyə mən səbr etdim. Digər məsələ səbr etmək idi, qiyam etməməkdir. Fəsəbərtu və fil ayni qazan və fil ayni qazan və fil halqi şəcə araturatı ləhbən. Mən səbr etdim, gözümdə tikan, boğazımda sümük qalmışdı. İkisi də müsibət idi. Biri müsibət bu idi ki, İmam Əleyhisselam 25 il məzlum etdilər, o müsibətləri başına gətirdilər, xanım Zəhranı şəhid etdilər və digər şəhadətlər də o günün, o Qədirxumda, o Peyğəmbərin göstərişinin unutulması və o göstərişə əməl olunmaması idi. Bu böyük müsibətdir. Amma bundan da böyük müsibət olardı ki, İmam Əli əleyhissalam qalxa, tam İslam aradan gedə. İmam əleyhissalam səbr elədi. Bu müsibətləri dözdü. Bunlar da müsibətlərdir. Amma imam dursaydı, nauzubillah, öz şəxsi maraqlarını müdafiə etmək üçün qalxsaydı, onda onun müsibəti olardı dünyasında. Onda olardı hakimiyyətində. İmam Əleyhisselam deyir ki, hələ mən axirətə görə danışıram, bəziləri deyir, və in əsqud yəqulu yəzə minəl mavd. Dinmirəm, çünki məsləhət deyil danışma. Deyirlər, əli ölümdən qorxur. Və in yəqul harisə aləl mulk. Danışıram, deyir ki, mülk hərisidir, hakimiyyət hərisidir. Bu problemlər var idi. İmam Əleyhisselam heç kimə baxmırdı. Vəzifəsi nə idi? Onu yerinə yetirirdi. Ona görə Peyğəmbərdən soruşdu ki, mən öləndə dinimdə öləcəm ya yox, müsibətim dünyamda olacaq, dedi, bəli, dedi, onlar məni narahat eləmir. Xanım Zəhranın da duası bu idi. Əhl-i Beytin ümumiyyətlə duası bu olub. Bizim də xətimiz bu olmalıdır. Biz bu günləri, bu mərasimlər qeyd edirik ki, Əhl-i Beytdən dərs alaq. Əsas dərs budur ki, biz nədə müsibəti qəbul edirik? Əgər razıyıqsa, Allah bizə malımızda, canımızda, hətta övladımızda müsibəti versə, dinimizdə verməsin, biz onda düz yoldayıq. Yoxsa Allah eləməsin, təəssüflər olsun, bugün biz görürük, bir çoxları razıdır, hər nə dininə olsun, amma özünə olmasın. Bunlar anlamır ki, onlar üçün dinində müsibət baş verir. Onlar Əhl-i Beyti anlamayıblar. Əhl-i Beytin yolu mümkün deyil bizi xilas eləməsin. Niyə bugün bu vəziyyətdəyik? Niyə bugün Azərbaycan şiələri bu təzyiq altındadır? Çünki biz razı olduq müsibətlər dinimizin başına gələ. Bizim başımıza
gəlməsin, bir qismi çıxmaq şərti ilə. Ona görə bu hadisələr baş verdi. Xanım Zəhra ona görə şəhid oldu ki, çoxları razı oldu müsibətləri dinlərində baş versin. Dünyada müsibət yaşamasınlar. Əbu Zər yaşadı, Miqdad yaşadı, Salman yaşadı, digər o məhdud insanlar yaşadı. O kifayət deyildi. O böyük əksəriyyəti razı olmadı ki, bir problem yaşasınlar. Ona görə də İmam Əli də məzlum oldu. İmam Həsən də məzlum oldu. İmam Hüseyin də məzlum oldu. Xanım Zəhra da şəhid oldu, məzlum oldu. Və digər imamlarımız bugünə qədər bu davam eləyir. Çünki bu məsələni diqqətə saxlamadı. Dünya daha önəmli oldu. Daha önəmli olduğu üçün hər şeyi verdilər. Dini də, vicdanı da, hər şeyi verdilər. Tək onlara heç nə olmasın. Şeytan bunu dedi. Dedi, qala Rabbi, fəbi-əzzətkə lə-uğviyənnəhum əcməin. Rəbbim, sənə and olsun. Hamısını azdıraram. İllə ibadəkə minhumul muxləsin. Azdıraram nədir? Azdıran budur ki, onlar üçün dünyanı daha önəmli göstərəcəm. Dünyanı daha da cilvələndirəcəm. Və lə o zəyyinənnə ləhum fil-ard. Dünyanı onlar üçün zinətləndirəcəm. Cilvələndirəcəm. Onlar dünyanı seçəcəklər. Dünyanı da seçdilər. Qutlar axirətdə verəcəklər, din də verəcəklər, vicdanı da verəcəklər. Görürsən, insanlar robot olublar. 20 min uşaq öldürdülər. 50 min qoca kişi, 150 min dağıntılar altında qalıb, bəziləri yenə də çıxıb başqa söhbət edirlər. Onlar anlamırlar, anlayırlar. Amma vicdan yoxdur, artıq satıb, iman yoxdur, əqidə yoxdur, insanlıq qalmayıb. Amma dünyanın hər yerində olan vicdanlı insanlar etiraza qalxdılar. Niyə? Çünki onlar dindən də xəbərsiz olsalar, imanları vardır, vicdanları vardır. O vicdan ölməyib. Ona görə etirazlarını eləyirlər. Bugünkü söhbətimin əsas mesajı bundan ibarətdir ki, onlar ki, Peyğəmbər can üstündə olanda Peyğəmbəri sözündən çıxdılar, etiraz etdilər və dində özləri üçün müsibət yaratdılar. O xətt bugünə qədər davam edir, müxtəlif formalarda. Allah inşallah bizi o müsəlmanlardan, möminlərdən qərar verməsin. Xanım Zəhranın müsibəti də, şəhadəti də oradan qaynaqlanır. Əsas səbəb budur. Kərbəlada da, digər bizim Əhl-i Beytin başına qalan müsibətlərdə də, Xanım Zəhranın şəhadətində də insanlar istəmədilər dünyalarında müsibət yaransın. Ona görə Əhl-i Beyti tək qoydular. Və Xanım Zəhra meydanda tək qaldı, Həzrət Əli tək qaldı. Elə oldu ki, Xanım Zəhranın şəhadətindən sonra qapını açıq saxlamışdılar. Məhdud insanlardan başqa hətta baş sağlığı verməyə gəlmirdilər. Baş sağlığı verməyə gəlməkdən qorxurdular. Biz bunları tarixdə oxuyanda deyirdi, bu nətər olur. Amma indi adam yaşaya-yaşaya hadisələri, prosesləri görə-görə bunları başa düşür ki, təzyiqlər artanda bir çoxları qırağa qalır ki, dünyama bir şey olmasın. Nə olur olsun, dinimə olsun, dünyama bir şey olmasın. Bu mesajı biz almalıyıq. Allah bizi inşallah Əhl-i Beytə yaxın olan, Əhl-i Beytə layiq olan şeylərdən, müsəlmanlardan qərar versin. Allahım, sənə and verəm izzəti və cəlalı Əhl-i Beytin hörmətinə. Bu dediklərə əməl eləyən müsəlmanlardan, möminlərdən, ruhanilərdən bizə qərar ver ki, aqibətimizi, axirətimizi xeyirli elə ki, müsibətimizi dinimizdə qərar vermə ki, Allahım, Əhl-i Beytin hörmətinə həbsdə olan bacı qardaşlarımızı izzətlə azad eylə ki, dünya məzlumlarını Suriyada, İraqda, Livanda, Yəməndə, İranda, Azərbaycanda, digər müsəlman ölkələrində, zalimlar üzərində qalib eyləginə. Allahım, siyonist Amerika rejimini yer üzündə nabud eyləginə. Allahım, sana verirəm izzət və cəlal və Əhl-i Beytin hörmətinə. Alimlərimizi, müştəhidlərimizi, xüsusilə rəhbərimizi pənahında hifz eyləginə. Allahım, bu əzadarlığa gələn möminlərin, möminələrin nə hacəti varsa, nə duası varsa, qəlblərdən sən agahsan, hacətlərini rəva eyləginə, dualarını müstəcab eyləginə, xəstələrinə şəfa inayət eyləginə. Allahım, sənə and verirəm izzət və cəlalı, Əhl-i Beytin hörmətinə, ağanın zorunu təcil eyləginə. Əssalamu aleykum və rəhmətullahi və barakatuh.